Axşamınız xeyir uşaqlar. Mən mövzunu çəkib kanala yükləmişəm. İndi də video izahı çəkəcəm. İstəyən baxa bilər. Deməli, bizdə burada feillərdir, şəxssiz formalardır. Burada kompleks obyektdən, yəni mürəkkəb tamamlı və feilin şəxssiz formaları, yəni məstər və gerund testləri olacaqdır. Biz kompleks obyekti yadımıza salaq ki, 3 kateqoriya var idi. Birinci kateqoriya let, make, ikinci kateqoriya 6 dənə feil, hissi, qavrayış bildirən, geridə qalanlar da 3-cü kateqoriya idi. Testləri işləyərkən xəbərimizə baxacağıq, tamamlığımızın formasına qərar verəcəyik. Baxıram ki, xəbərim 3-cü kateqoriyaya aiddir. Deməli, mən nə işlətməliyəm? To ilə olan feil. İkinciyə baxıram, tell, bu da 3-cü kateqoriyadır. Yenə to ilə olan seçirəm. Baxın, I tried, to make feili try-da aiddir, onunla uyğunlaşıbdır. Buradakı boşluğumdakı feil isə make-a aid olacaq, onunla uyğunlaşacaq. Make-dən sonra nə işlədirdik? To-suz, şəkilsiz əsas forma, base. Yəni, bunu keçmiş zamanda 3-cü şəxsdə ing ilə, to ilə işlətmirik. 4-ə baxıram, let. Nədir? 1-ci kateqoriyadır. Heç nəsiz feil. 5-ə baxıram, expect. 3-cü kateqoriya, to ilə işlənən feil. 6-ya baxıram. Told. 3-cü kateqoriya, to ilə işlənən feil. 7, expect. 3-cü kateqoriya, to ilə işlənən feil. 8, 3-cü kateqoriya, to ilə işlənən feil. 9, 3-cü kateqoriya, to ilə işlənən feil. 10, 3-cü kateqoriya, to ilə işlənən feil. 11, promise, to ilə işlənən feil. Baxın, burada heç birində to yoxdur. İnkar, məstərin inkarı necə düzəlir? Not üstəgəl elə inkarın özü. 12, expect, 3-cü kateqoriyadır, A bəndi. 4, want, 3-cü kateqoriyadır. Nə? C. Baxın, burada da to var. Amma biz nə demişdik? Obyektimiz nə ola bilər? Obyekt halında olan əvəzlik olmalıdır. Bu hansı haldadır? Adlıq halda ola bilməz. 14. Artıq mən feili xəbərimi seçməliyəm. Obyektimin tamamlığımın feilini veribdir. To-suz veribdir. Bu to ilə işlənər, bu to ilə işlənər, bu da. Bir dənə bu, 1-ci kateqoriya to-suz işlənər. İndi heç birini verməyibdir. Let-dən sonra to olmaz. Allow-dan sonra to-suz olmaz. Encourage to-suz olmaz. Make to ilə olmaz. D bənd. 16. Advise 3-cü kateqoriyadır. Bax, I olmaz. Niyə? Bu adlıq halda olan əvəzlikdir. Düzdürmü? Don't da olmaz. Məstərin inkarı belə düzəlmir. Necə düzəlir? Sadəcə not, üstəgəl, məstərin özü. Bu olacaq B bəndi. 17. Made veribdir. Bu olmaz, çünki adlıq haldadır, ing olmaz. Bu keçmişdədir, bu to ilədir, bu 3-cü şəxsin təkindədir. Biz nə demişdik? Tamamlığın feili şəxsi keyfiyyətə görə dəyişmir. O xəbər deyil ki, dəyişsin. 18. Make 1-ci kateqoriyadır, heç nəsiz feil. 19. Make 1-ci kateqoriya, heç nəsiz feil. 20. 1-ci kateqoriya, heç nəsiz feil. 21. Let 1-ci kateqoriya, heç nəsiz feil. 22. Expect 3-cü kateqoriya, to ilə olan. 23. Make 1-ci kateqoriya, heç nəsiz feil. Let 1-ci kateqoriya, heç nəsiz feil. 25. Let 1-ci kateqoriya, heç nəsiz feil. 26. Asked. Deməli, to lazımdır mənə. 3-cü kateqoriyadır. Let-dən sonra isə to olmamalıdır. Ona görə B bəndi. Regular. Bu nə əlaqə? Regular verbs veribdir. Deməli, bunların hamısı qaydasızdır. Bu qaydalıdır. Burada bu qaydasız, burada bu qaydasız, burada da bu qaydasız. 28 yenə regular verbs istəyir. Grow, bu getdi.
Where bu getdi, come getdi, getdi D bəndi. Artıq irregular istəyir. Pass getdi, play getdi, ask getdi, want getdi Y bəndi. Make birinci kateqoriya heç nəsiz feil. 31 birinci kateqoriya heç nəsiz feil. 32 birinci kateqoriya heç nəsiz feil. 33 allow üçüncü kateqoriya to ilə olan. Let birinci kateqoriya heç nəsiz feil. And var. Hər iki tərəfi eyni olmalıdır. Want üçüncü kateqoriya to ilə olan. 36 want üçüncü kateqoriya to ilə olan, amma obyekt halında olan əvəzlik lazımdır. Düzdürmü? Made birinci kateqoriya obyekt halda olan əvəzliklə heç nəsiz feil. 38 want üçüncü kateqoriya to ilə olan, amma obyekt halında olan əvəzlik. 39 let birinci kateqoriya heç nəsiz feil, amma şəxs əvəzliyi yox, obyekt əvəzliyi və yaxud da qeyri-müəyyən əvəzliyin törəməsi. 40 let birinci kateqoriya heç nəsiz feil, həmçinin əvəzliyim olmalıdır obyekt halda. Heç nəsiz feil D bənd. Nobody, baxın, indi xəbər tapırıq. Obyekt tamamlığımın, mürəkkəb tamamlığımın feili heç nəsizdir. Düzdürmü? Bu to istəyir, bu to istəyir, bu da to istəyir. Qaldım Y-də. 42 asked üçüncü kateqoriya to put. 43 let birinci kateqoriya B bəndi. 44 what made birinci kateqoriya to-suz heç nəsiz feil. Baxın, bu came'dir. Keçmiş zamanda olmaz. O zamana görə dəyişmir. Bu da adlı halda da olmaz. Want üçüncü kateqoriya D bəndi. Bu adlı haldadır. Olmaz. 46 birinci kateqoriya obyekt halda olmalıdır. Düzdürmü? A bəndi. 47 asked üçüncü kateqoriya to olmalıdır və obyekt halda olan əvəzlik olmalıdır. 48 to live var. Düzdürmü? Üçüncü kateqoriya axtarmalıyam. Düzdürmü? Burada adlı halda olmaz. Made birinci kateqoriyada olmaz. Let olmaz. D bəndi. 49 to take to ilə verib üçüncü kateqoriya axtaracam. Bu adlı haldadır, bu adlı haldadır, bu birinci kateqoriyadır, bu birinci kateqoriyadır, B bəndi. 50 play heç nəsizdir. Deməli, mənə birinci kateqoriya lazımdır, D bəndi. 51 burada make-dən sonra to olmaz. Try-dan sonra mütləq to olmalıdır. Make-dən sonra ing olmaz. 51 B bəndi. 52 birinci kateqoriya heç nəsiz feil. 53 birinci kateqoriya heç nəsiz feil. 54 birinci kateqoriya heç nəsiz feil. Obyekt halda olan əvəzlik. 55 üçüncü kateqoriya to ilə olan adlı hal olmaz. 56 heç nəsizdir. Birinci kateqoriya axtarıram. Bu da B bəndi. 57 expect üçüncü kateqoriya to be to axtarıram. 58 made birinci kateqoriya to olmaz. B bəndi. Hər iki tərəf eyni olmalıdır. Burada want üçüncü kateqoriya to axtarıram. Bundan sonrası gerund olacaq uşaqlar. Növbəti videoda yükləyəcəm.